Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammed ve ali Muhammed. Allahumma əccil li veliyyəkel fərəc. Məkasib kitabından 404-cü dərsi oxuyuruq. Bildiyiniz kimi, bəhsimiz ğinadan gedir. Ğina kəlməsi rivayətlərdə ki gəlib, burada neçə cür onu məna edirlər. Məsələn, keçən dərsimizdə oxuduq, bir məna qovl-i zur oldu. Yəni, Allah Quran-ı Kərimdə buyurur, vəçtənibu qovl-i zur, qovl-i zurdan məqsəd ğinadır. Və yaxud ikinci ayə, ləhvəl hədis, ləhvəl hədisdən çəkinin, ləhvəl hədisdən də məqsəd yenə də ğinadır. Və yaxud üçüncü ayə, vəlləzinə la yeşhədunə zur, Allah tərif edir o möminləri ki, onlar zurda şahid deyirlər. Yəni, o məclisi ki, orada ğina var, orada iştirak eləmirlər. Xülasə, üç cürə burada üç kəlməni ğina mənasında tutduq. Və mərhum Şeyx Murtəza Ənsari buyurur, mümkündür bunlarla istidlal eləməkdə işqal gətirək. Yəni, bir dəfə budur ki, biz deyək ki, ğina, yəni batil bir söz. Bir dəfə budur ki, deyək ki, ğina, yəni bir sözü ki, xüsusi avazla oxumaq. Yəni, bunlar fərqlidir. Bir dəfə deyirik ki, ğina, yəni batil söz, mənasız söz. Bir dəfə də budur ki, deyək ki, ğina, xüsusi ahənglə oxunan bir söz. İndi xüsusi ahənglə oxunan bir söz batil söz də ola bilər, haqq sözlə də ola bilər. Biz ki, ğina bəhsini başlamışıq, ğinanı belə nəzərdə tutmuşuq ki, xüsusi ahənglə deyilən bir sözlər. Mərhum Şeyx isə buyurur, əgər biz ğinanı bu mənada tutsaq, onda bu, keçən dərsimizdə oxuduğumuz o rivayətlərlə burada istidlal eləmək işqallıdır. Yəni, mümkündür işqal eləmək belə bir istidlala. Niyə? Çünki bizim gətirdiyimiz rivayətlər, ayələri ki, ləhvəl hədis, qovl-i zur, la yeşhədunə zur ki, biz məna elədik, onlar buna dəlalət edir ki, yəni batil söz, yəni batil söz. Ona deyirlər, bu məqulə-i kəlamdan hesablanır. Nəinki xüsusi bir ahənglə onları oxumaq. Deməli, nəticə etibarı ilə bu rivayətlər dəlalət edir, o ğinayı ki, kəlam-ı batil, yəni batil sözlər olanda. Və bu da bizim iddiamızdan əxəssidir. Bu da bizim iddiamızdan əxəssidir. Çünki bizim iddiamız budur ki, ğina, yəni
bir sözü xüsusi ahənglə demək. Bu, batil sözə də şamildir, haqq sözə də şamildir. Amma gətirdiyimiz istidlal, elədiyimiz istidlal isə dəlalət eləyir yalnız batil kəlama. Bəs iddiamızla bu uyğun gəlmədi. Bizim iddiamız budur ki, qina ibarətdir o şeydən ki, o kəlamdan ki, o xüsusi ahənglə deyilə. İstəyir bu kəlam batil ola, istəyir haqq ola. Bəs bu umumidir. Amma gətirdiyimiz dəlillər dəlalət eləyir. O qina ki, batil kəlmədir. Ancaq batilə şamil olur, nə haqqa. Nəticə etibarıyla bizim iddiamız umumidir, amma gətirdiyimiz dəlillər dəlalət eləyir xüsusə. Ona görə də buyurur, vəqət yuxtəşul fil istidlal bihazihir rivayat. Mümkündür xətşə oluna, işqal oluna, bu rivayətlərlə istidlal eləməkliyə. بظهور طائفة الأولى بل الثانية في أن الغنا من مقولة الكلام. Çünki burada 2 dəstə rivayət oxuduq, bəlkə 3 dəstə rivayət oxuduq. Bir dəstə rivayət oxuduq, qovl-i zuru məna elədi. İkinci dəstə ləhvəl hədisi məna elədi. Üçüncü, vəllezine la yeşhədunə zur, o ayəni məna elədi. Ona görə də buyurur ki, birinci dəstə və zuhuri taifətul ula. Taifətul ula, yəni birinci söylədiyimiz o rivayətlər. Bəli, saniyə, bəlkə ikinci dəstə oxuduğumuz rivayətlər, dünənki dəstə. Fi ennəl qina min məqulətil kəlam. Qina məqulə-i kəlamdandır. Məntiqdə, fəlsəfədə ki, neçə məqulə var, bu kəlam məquləsindəndir. Li-təfsiri qovl-i zur bi. Çünki qovl-i zur, ayədə qovl-i zur o cür məna olundu. Rivayətlər o cür məna elədi. Qovl-i zur, yəni kəlam, yəni batil kəlam. Və yuəyyiduhu ma fi bəzil əxbar. Bu dediyimizə müəyyiddir bəzi əxbarda. Yəni, bəzi rivayətlər bu dediyimizə güc verir. O, bəzi rivayətlərdə var min ənnə qovlə zur, yəni bəzi rivayətlərdə var qovlə zuru məna eləyib. Yəni, qovlə zur nədir? Ən təqulə lilləzi yuğənni əhsəntə. Bəzi rivayətlərdə var ki, qovlə zur o kəlamdır ki, bir nəfər ki, qina eləyir, ona deyirlər ki, əhsəntə, sən gözəl məsələn dedin. Bəs bunun da mənası budur ki, qovl-i zur, yəni kəlam. Və yəşhədu ləhu qovlu Ali ibn el-Huseyn aleyhimussalam fi mursələtil fəqih əl-atiyə fil-cariyyətilləti ləhə sovtun. Və buna şahiddir İmam Səccad əleyhissalatu vəssalamın sözü. Bu sözü ki, mərhum Şeyx Səduq Mən la yəhzurul fəqihdə gətiribdir. Mərhum Şeyx Səduqun bir kitabı var, Kütub-i Ərbədən hesablanır. Mən la yəhzuruhul fəqih. O kitabda o rivayət gələcək. Buyurur ki, əl-atiyə gələcək fil cariyyətilləti, o kənizin haqqındakı ləhə sovtun, o kənizin səsi var ki, gələcək ki, Həzrət buyurur, la bəhsə. Məsələn, oxşuyur bir nəfər ki, Həzrətdən soruşub, mən istəyirəm filan kənizi alım. Həzrət buyurdu, la bəhsə lov iştərəytəha. Eybi yoxdur, sən o kənizi alasan, və zəkkər təkəl cənnə. Və cənnəti sənə xatırlada. Yəni, o gözəl sözlər deyə
ta inki sən dünyadan üz döndərəsən və cənnətə şovq olasan. Yəni, bu kəlmə indi burada təfsir olunur. La bəsəlu iştərəytəhə və zəkkərtəkəl cənnə, yəni bi qiraətil Quran və zod vəl fəzail əlləti leysət bi qənain. Ki, bu belə təfsir olunur. Yəni, o cənnəti xatırladar sənə ki, necə xatırladar? Yəni, yaxşı Quran oxuyacaq, yaxşı sözlər deyəcək, bir fəzail deyəcək ki, o qəna deyil. Ki, burada leysət bi qənain, qəna burada nəfi olundu. Deməli, bundan belə başa düşürük ki, o kəlmələr ki, cənnəti insana xatırlatmır, yəni Quran ayəsi oxunmur, fəzail və zöhd burada deyilmir, onda o qəna deyil. Yəni, batil kəlam deyil. Ki, burada qəna nəfi olundu, yəni bunlar qəna deyil, yəni haqq olan sözlər qəna deyil, batil olan sözlər qəna deyil. Amma bizim bəhsimiz nədədir? Biz deyirik ki, qəna odur ki, o xüsusi bir ahəng ilə deyilə, batil ola ya haqq ola. Amma bu rivayətdə də inkar elədi. Buyurdu ki, Quran sözü, fəzilətli olan sözlər, bunlar qəna deyil. Deməli, nəticə etibarıyla qəna nədir? Qəna batil sözlərdir, batil kəlamlardır. Bəs bu rivayət də şahiddir ki, qəna deyəndə, yəni batil sözlər, qəna deyəndə nəinki xüsusi bir ahəng ilə demək. Bəli, hələ bunun davamı var. Elhamdülillahi Rabbil alemin.